Aha. Ekran qeydini aldığımıza görə başlaya bilərik. 24-cü sualdan etibaran baxırıq. Problemimiz varmı 24-cü sualda? ...24, 25, 26, 27 bu suallarda hər hansısa bir sıxıntımız varmı? 28-ə baxaq müəllim. Yox, 27-yə qədər soruşam. Zaten Mən də 28-i başa düşmədim. o sualları özüm yazırsınız. Mən gəldim 27 dayandım. Çünki bu suallara bir özüm baxacam. Yəni əgər 27-yə qədər sualımız yoxdursa, 28-dən başlayaraq suallara mən baxım. Bu mütənasiblik sualına çox təəssüf ki, bizim DİM test toplusunda biraz çox səthi baxırlar. Amma önəmli məqamdır. Sual 28-dən başlayaq. A bölünsün B bərabərdir 2 bölünsün 3 nisbətində verilibdirsə, 2A plus B 84-ə A görsün, mikrofonu bağla. Tamam, çox sağ ol. Çünki mikrofona qoyub qulaqsan, səsimiz yox olur, bizə qayıdır. Əgər sual varsa, buyur, verə bilərsən. Xeyr, müəllim. Tamam. Bir dəqiqə kimsə qoşulması, onu da qəbul edək. Nuray deyərsən. Salam, müəllim. Salam Nuray, xoş gəldin. Aha. Sual 28-də A bölünsün B 2 bölünsün 3 nisbətində olarsa 2A plus B 84-dürsə deyir B-ni təyin et. Nə edəcək? Deyim müəllim. Əgər A bölünsün B 2 bölü 3 nisbətindədirsə, qoy bir dənə mən deyim, səs doğrudan çox eho verir. Məsələn, mikrofonda, daha doğrusu nail şəkildə qulaq alsan çox gözəl olar. Məsələn, həm suallar verəndə eho verməz, daha sual verə bilərsən. Yoxsa da nə edək? A bölünsün B 2 bölünsün 3 nisbətindədir. Biz mütənasib olaraq A-ya 2K deyəcəyik, B-yə 3K deyəcəyik. Hansı ki, burada K istənilən bir kəmiyyət ola bilər. 1 dolar, 2 dolar, 3 dolar və s. İstənilən halda həmin o uyğun kəmiyyət ıqsaqanı yenə 2 bölünsün 3 qalır. Bizə deyib ki, 2A plus B 84. 2 vurulsun, bax, A-nın yerinə yazacaq 2K plus B. B-ni yerinə verəcəyik 3K, bərabərdir 84. 4K plus 3K neçədir? 7K bərabərdir 84. O zaman K-nın qiyməti bərabər neçə? 12. K 12-dir. Sən burada A-ya demişsən 2K, yəni 2 vurulsun 12, 24. B-yə demişsən 3K. Yəni 2 vurulsun 3. 12 vurulsun 3. Yəni 36. Daha kimsə var qoşulan şagirdlərdən bunlara qəbul edək. Deyirsən, etməkliyə getdi, yox səncə? Buyurun, sualınızı verin. Buyurun. Buyurun uşaqlar. Müəllim, 32-yə baxa bilərik. Bir dəqiqə, deyəsən Samir cavab çıxıb. Salam müəllim. Salam Samir, salam. Neçən suala baxırıq? 28-ə baxırıq. Davam edək, sual baxaq 29-a. 32 dedilər müəllim. Amma suallara baxaq. Sual 29-a baxaq. Yenə yazıq. A bölünsün B 2 bölünsün 3 nisbətindədir. Əgər A bölünsün B 2 bölünsün 3 nisbətindədirsə, A-ya 2K deyəcəyik, B-yə 3K deyəcəyik.
Və B 3K-dan minus A-nın qiyməti 1-dir. Yəni 3K minus 2K 1-dirsə, burada K-nın qiyməti 1-dir. bizim üçün 1-dir. O zaman A 2K, yəni 2, B 3K, yəni 3-dür. A, B hasını istəyib cavab olacaq 6. Oldu mu? Məsələn, sual 31-ə baxacaq. 31-ci sualda yeni mütənasiblik verib. X bölünsün Y bölünsün Z 7 bölünsün 5 bölünsün 3 şəklindədir. Bu sualı Yusuf işləmisənmi? Bəli, mən. Niyə hətta Yusuf deyim? Bizə adaptasiya ona qədər Yusufun adını çəkmək lazım məncə. Yusuf, X, Y, Z 7, 5 və 3 nisbətən də ardıcıl olaraq. Onda biz X-ə 7K deyəcəyik, X-ə 5K deyəcəyik, Z olacaq daha doğrusu 3K. Və kəsirdə verib X plus Y plus Z, yəni 7K plus 5K plus 3K. Məxrəcdə X minus Y, yəni 7K minus 5K plus Z, yəni 3K olar. 5K da 15K. Qalarıqsa qədər cavab qalar 3. Və yaxud da 32-ci sualda burada A-ya çevirərik 4K, B olar 5K, C, siz onu da yazaq, 32-ni yazaq, bütün mütənasibə baxmış vaxtında olar. A bölünsün 4, B bölünsün 5, C bölünsün 6 nisbətləri bərabərdir. Bu nisbətlər o zaman bərabər olar ki, A 4K olsun, B 5K olsun, C isə 6K olsun. Biz isə A-nın, B-nin və C-nin cəminin 30 olduğunu deyil. Yəni 4K, 5K plus 6K bərabərdir 30. Əgər 15K 30-dursa, burada K-nın qiyməti 2-dir. Deyir A-nı tap. A bizim üçün 4K-dır. Yəni 4 vurulsun 2 olacaq 8. 34-ə qədər sual. Buyurun. Samir sualım var. Buyur. 35. 35. Gəl bax 35-ə. Bir sahədəki çayı 5 nəfər 34 günə yığa bilirsə, bəs 10 nəfər neçə günə yığa bilər? Biz burada gəlib dayanırıq mütənasib cəmiyyətlərin üzərində. Ümumiyyətlə, mütənasiblik iki halla baxılır. Hansılardır Samir? Tərs. Düz mütənasib və tərs mütənasib cəmiyyətlər. Bizim üçün düz mütənasib cəmiyyətlərin ihatı hansı idi? Müəllim, artanda artsın, azalanda azalsın. Cümlə olaraq səhv deyil. Çünki məsələn elə bir ifadə verirəm ki, artanda artır, azalanda azalır, amma düz mütənasib deyil. Düz mütənasiblik, buyur. Mənim düz mütənasib cəmiyyətləri belədir ki, cəmiyyətlərin biri artdığı zaman digəri də eyni qədər artsın. Və yaxud azaldığı zaman eyni qədər azalsın. Yaşa. Əslində eyni qədər yox, eyni dəfə də demək daha dəqiq çıxır. Bax, Yusuf, daha dəqiq, bəli, nihayət. Y bərabərdir, 2x plus 1-i sənə verirəm. Bax, qiymətlərə bax. 1 deyirik, 3 olur, 2 deyirik, 5 olur, 3 deyirik, 7 olur. Artırdıqda artır. Amma bu düz mütənasibdirmi? Düz mütənasib deyil. Nə üçün? Bax, burada x-in qiyməti 1-dən keçdi 2-yə. Neçə dəfə artdı? 2 dəfə. Amma y-in qiyməti 3-dən 5-ə keçdi. 2 dəfə artmadı. Oldu mu? Bu düz mütənasiblik sayılmaz. Düz mütənasiblik odur ki, bir kəmiyyət n dəfə artanda, digəri də n dəfə artarsa və ya n dəfə azalanda, n dəfə azalarsa, bu düz mütənasib kəmiyyətlərdir. Tərs mütənasib kəmiyyətlər, bir kəmiyyət n dəfə artanda, digəri n dəfə azalarsa və ya n dəfə azalanda, n dəfə artarsa, bu olur tərs mütənasib kəmiyyətlər. N dəfə artıb, n dəfə azalıb və ya əksinə. İndi bax, bir sahədəki
sayı 5 adam 34 gün yığır. Bəs 10 adam? Əgər Samir adamların sayı artsa, sərf olunan gün azalar yoxsa artar? Amma azalar. Bu oldu tərs mütənasib kəmiyyətlər, düzdürmü? Təbii ki, biz tərs mütənasibli kəmiyyətlərdə tənasib nə edirik? Qarşı-qarşıya hasilləri tapırıq. Yəni sabit edirik. 10x bərabərdir 5 vurulsun 34. 10x bərabərdir. Neçədir? 17'dir. 175. 17. X də bərabər neçəyə? 17. 7. Oldu mu? Vermem. Demək ki 17. Həqiqətən baxırsanmı? Burada işçi qüvvəsinin sayı 5-dən keçdi 10'a. 2 dəfə artdı. Ayrılan zaman 34'dən düşdü 17'yə. 2 dəfə azaldı. Eyni dəfə artdı, eyni dəfə azalır. Davam edirik. Buyurun. Sual. 43'a baxaq müəllim. 43 çox getdi. Neysə, 43'ə qədər bizim burada suallarımız var. Gəlin 41'dən başlayaq, əgər sualınız yoxdursa. Sadə faizli məsələlərdə məncə baxmağa dəyər. 20% xeyirlə 300 manata satılan malın alındığı qiymət. Buna cavab versin, mən bilirəm ki, Cahangir cavab verməlidir. Buyur Cahangir. 20% xeyirlə 300 manata satılan malın alındığı qiyməti tapın. Müəllim, Müəllim və ardı. Buyur. bu məndə səhv idi. Müəllim, mən deyə bilərəm. Mən deyim. Deyim müəllim. Yox halacığım. Bax, 20% xeyirlə 300 manata satılan malın qiyməti. Bir mal 20% xeyirlə satılırsa, bu həmin malın dəyərindən 20% artığıdır. Yəni neçə faizidir? 120%. Əgər bunun 120%i 300 manatdırsa, 100% X-dir. bəs öz qiyməti, yəni əvvəlki qiyməti, yəni 100% nə qədərdir? X-dir. Bir də baxaq. İndi biz bunu tənliklə qura bilərdik, amma məncə bu daha rahatdır. İşlərinə getməyək. Bir malın qiymətin, bu daha rahatdır. Biz bir malın qiymətin 20% artırıb veririk 300 manata bu adam. Yəni malın öz satış qiyməti 100% nə idisə, əvvəlki qiyməti o idisə, bunun 20% artığına, yəni 120%-nə verir 300-ə. Bəs əvvəlki qiymət 100% nə qədərdir? X. Tapsaq, çarpaz vursaq, tənasibi 120x bərabərdir 300 vuraq 100, x də bərabərdir 300 vuraq 100-ü böləcək neçəyə? 250. Eləmi? X-lar gedər burada 4-ə, 3 qalar. Neçədir burada? 100 bölsün? 250. Hə, 250. 250, bəli. Oldu. Deyəm, malın əvvəl qiyməti 220. Gəl sual, bu 41 idi və 42-yə baxaq. Cahangir. 25% qazancla 7500 satılan mal. Bu adam 25% qazanc eləyibsə, eşidirəm, buyur. 125% olur 7500. Bunun 125% 7500-ü də, onda əvvəlki qiyməti nə qədərdir? X. X də bərabərdir 100 vurulsun 7500 bölünsün 125. Daha nəsə eləyər? Aydındır? 6000 eləyər. 6000 eləyər, bəli. Onda Cahangir 43 izah elə mənə. Bu dəfə nə deyir? Alıcı malın qiymətin 20% endirib Cahangir cavab versin. 20% endirib 3200 manata verir. Müəllim 100% X, 80% 3200 olur. Ay sağ ol. Bu adam bunu 20% aşağı saldısa, bu dəfə aşağı saldı. Malın 80% qiyməti qaldı. 80%-nin qiyməti qiymətin 80% daha doğrusu 3200 manatdır. Və malın əvvəlki 100% qiyməti neçə idi? X.
Yenə x-i tapırıq. Yenə aydın olmadı. X Oldu müəllim. müəllim. Aha. Cahangir, sualdır 44-də baxırıq. Qoy bu sual tam qabacaq, mən keçək. Bu modeli. 20% ziyanla 600 manat satılan malın maya dəyəri nə qədərdir? Müəllim onda 80% olur. Bunu 600. 20% aşağı verir. Aşağı olaraq ziyanla verir. Verir 600 manatda. Maya dəyəri nədirsə, maya dəyərindən 20% aşağısı 100% 600 manatdır. Və maya dəyəri 100% öz qiymətinə qədərdir. X. X də bərabərdir. X. 600 vurulsun 100 bölünsün 80. Olmazmı? 750. Bəli müəllim. Başqa? Am 45'e baxaq. Boşdur. Niyə baxmıyor ki? Sual- 240-a bölüb 240 vurub 100-ə bölürük, alınan cavabı 200-ün üstünə gəlirik. Bax, 200 ədədini 40%. Ay Zəhra, bu sual demədə heç olmaz. Ay Zəhra, bu nə sualdır? Sənin özünə sambalı suallar lazımdır. Zəhra, gələcəm, narahat olma. Bax, deyir ki, 200-ü 40% artırdılar. 200 idi. Plus da buna bunun 40%'ini gəldilər. 200'ün 40%. 200 manatın üzərinə 200-ün 40%'ini gəldi. 40%'de artırdılar. İxtisar gedər, 2 qalar. Yəni 200-ün üzərinə 80 gəliblər. 280. 250. Olar mı? Var müəllim. Şu an mən bir daha siyahın gözdən keçirim. Çünki yeni qoşanlarımız oldu. Görək bu gün kimlər iştirak edən bir maraqlanaq görək nə məsələdir. Olar mı? Mən bir oxsam olar. Demək Yusuf burada. Zəhra 3 saylı Zəhramız gəldi mi? Gəldi deyəsən. Hə, gəldi. Bəli, mən buradayım. Gördüm Zəhra. Nurlan gəlmədi, eləmi? Bu gün valideynlə əlaqə saxlayaq. Samir gəldi. Nuray Gövhər gəldi deyəsən. Mən gördüm Nurayı. Bəli, mən buradayım. Buradadır. Xoş gəlmisən. Nigar yazıb bu gün qoşula bilməyəcək. Bir də hünər Şıxlar qoşulur. keçmişdi, alacaq. Canın sağ olsun. Az əvvəl bu olar. Hünər yoxdur eləmi burada? Hünər yoxdur. Mədinə necə qoşulmayıb bu gün? Xəbərin yox ki, Nuray. Əlaqə saxlayıram özüm sonra. Davam edək. Buyurun. Sual. 53'e qədər sual. 50-ci suala baxaq müəllim. Niyə baxmayaq ki? Tahir, sən? Bəli. Aha. Tahir, deyir ki, 3/2'də 1 və 4/7'də 4 ədədlərinin hasilinin 150%'ini tapın. Əvvəl bunların hasilini tapın. Düzgün olmayan kəsiri çevirək. Qarşı kəsir nə vurmaq olar, nə də bölmək. Əvvəl Eləyəcək 2-də 7. Bura qarşı kəsir düzgün olmayan çevirmək üçün tam istəyən kəsirin məxrəcənin sürəti üzərinə gəlir. Bunu bilirik. Olacaq 3'də 7 vurulsun 7'də 32 mi edir deyəsən? Hasili tapsaq, edəcək burada neçə? 16. Deyir bu ədədi 150%'ini tap. Yəni 16'nı vur 150'yə böl 100'ə. Onlara aparaqsa 16 vurulsun 15, 160, 80, 240 edir deyəsən. Bölünsün 10. O da olacaq 24. 24. Oldu? Buyurun. Sual 54. 54. Neredeyim? Buyur. De. Dakika. Müəllim, birinci neyini? Hə. Birinci müəllim 200'ü ne yapıyorsun? Anne. Hə, birinci 40%'ı
210 ədəd tapırıq. Sonra 60 nə olmuşum mənim həqiqətən. Valla sualı versən, Nə, sən mən yazmısan, sən biz yazmadın, deyirsən nə biz etmirsən, yazmadın. ha Zəhra? Deyim mən. Yox, Başa mənim düşmədim ha. 60 ədəd. Mən də başlamışam, hələ ki qoy gözləyək. Buyur Zəhra, Nə, de, mən bu yaxşı. saat tapmışam, bir dəqiqə beynimi şeyləyim. Yaxşı, beynin şeylər biz baxaq. Yaxşı mı hələ ki? Hə, yeni uşaq qoşulacaq bizim qrupa. Yox, nə olub ki? Heç nə, bir uşaq bunu bir gün demişdi ona görə. Yəqin səhv saldı. Mən ki, danışalım, bilmirəm kim deyirsən. Tamam. Əslində var da, bilmirəm, onun üçün yoxsa yox. Gəl baxaq. Sən bilirsən, saat 9-da mən dərsdəyəm. Yoxsa paramızın yığmış olmayan təmiz. 50 neçəyə baxırıq dedik 4 eləmir. 4. 54. Kitabın 60%-ni oxuduqdan sonra 200 səhifə qaldı. Bax, kitabın... Mən deyim müəllim. Zəhra, çox sağ ol, təşəkkür İndi edirəm. benim zaten. Ay müəllim qoydu, evdə qalıb bütün gecə. Yaxşı, bu dəfədir. Hə müəllim 100%. Müəllim 100%-dən 60%-ni çıxırıq, oxuyubdu ya. Onun qalır 40%. 40% 210 ədəd, 40% bunu tərəssüb yollayalım. 40% 210 ədəd. Sonra da aşağıdan yazdım 100% x bərabərdir x. 100-ü vurdum 200-ə, böldüm 40-a, o da bərabər 500. Ay mən bilirdim, mənim var da beynim gedir. Zəhra, çox emosionalsan, yaxşı, amma bir dənə qulaq asaq Zəhra. Bax, kitab bizim üçün tam kitab 100%-dir. Oxucu bunun 60%-ni oxuyub. Neçə faizi qalıb? 40%. 40%. Aha, deyir 60%-ni oxuduqdan sonra 200 səhifə qaldı. Yəni kitabın yerdə qalanı 40%-i 200 səhifədir. Və kitabın hamısı özü, yəni 100% nə qədər idi? X bir də qaydaq. Bu adam kitabın 60%-ni oxuyur. 40% qalır axı yerdə. Yerdə qalan 200 səhifədir. Və kitabın özü nə qədərdir? 100% nə qədərdir? X. X bərabərdir 200 vurulsun 100 bölünsün 40. Kitab neçə səhifəymiş? 500 səhifəymiş. Oldu mu? Bu daha rahatdır. Tənlik qurmaq yəni olar mı daha rahat neysə. Buyurun. 65-ə qədər sual. 57-yə baxa bilərik mən. Niyə baxmıyorum ki? 57. Bir fərqlə bir işin 40%-ni 12 saata görür. Bax, fərqlə bir işin 40%-ni 12 saata görürsə... Mənim 57-ci sual. Mən 57-ni dedim. 57 demişlər, mən 56 oxuyursun. Ev yox, yazaq baxaq keçər yoxsun. Fərqlə işin 40%-ni görür 12 saata. Bəs hamısını, yəni 100%-ni nə qədər vaxtda görür? X saata. X də bərabərdir, 100 vurulsun 12 bölünsün 40. Deyirsən 30 edir, eləmi? Görür 30 saat. 57-ci suala baxaq. Bir kursda 300 şagirdin, 120'si qızdır. 300 şagird bay yazırsan. Qızların sayı, bax, belə ifadəsən çox gözəl olar. 120'dir. Orada yerdə qalan 180 nəfəri nədir? Oğlanlardır. İndi sual verir. Oğlanlar, yəni bu 180 nəfər, bütün sinifin, yəni 300'ün hansı hissəsidir? 300'də 180'idir. Yəni 300'ün 180'i oğlandır. Neçə faizi? 180 300'ün neçə faizidir? A, B'nin neçə faizidir? Tapmaq üçün A'nı B'yə bölüb 100'ə vururuq. 180 300'ün neçə faizidir tapmaq üçün? 300'ü bölürük 180'ə vururuq 100'ə. Onlar 60%. Həqiqətən cavabını yoxlamaq üçün 300 şagird var edirsə, bunun 60%-i oğlan edirsə, eğir 180 düz almışıq. Oldu? Bəli. Buyurun, sual. Müəllim 82, 83 deyəsən səhv eləmirəm. Baxmayacaq Zəhra, səbrin olsun. Bizim hələ 59'a baxa bilərik. sualımız var, 59'a baxırıq. 59. Satıcı 120 manata aldığı malı neçə manat satmalıdır ki 25% əldə eləsin? Bax, bu adam bunu 120 manata alıb. Düzdür? Bu bunun maya dəyəridir.
Buradan 25% gəlir əldə eləmək istəyir. Yəni bunun üzərinə verdiyi pulun 25% qədər pul götürmək istəyir. Bu 120 manatın 25%-i bunun üzərinə gəlməlidir. 120-nin 1/4-ni tapıb Aha. üstünə İxtisar eləsək 1/4 qalır. Bu da ixtisar getsə 30 qalır. Demək 150 manata versə 25% gəlir əldə eləyər. Mən bunu transfer eləmək olar deyirəm. Niyə olmur ki? Olur. Yəni deyərsən ki, bunu alıb 120 manata. 120 manata bunun öz qiymətidir. 100%. Və neçəyə versə olar 125%. Yəni bunu demək istəyirsən? Belə yazə bilərdik. Buyurun. 64. 64 müəllim. Niyə 62-yə baxmısınız? Burada 62-də məsələn Tahir işləmir, mən əminəm. Bəli müəllim. 64 işləməmişəm heç. Demək tək yoxdur, onsa bilmirəm. Deyir, əgər bu olarsa 5A bölü plus 2 isə 5B plus 2D'ni tapın. Nə edəcək? Bu nisbətlər hər biri 2-yə bərabərdir. 2-yə bərabərdirsə, məsəl üçün A-ya 2x deyərik, onda B olacaq x. 2x bölü x saniyədə edəcək 2. C-yə 2k deyərik, onda D olacaq k. 2k bölünsün k sənə 2 verməlidir. Niyəsə bugün hamı bir-bir qoşulur dərsən. Zəhra, Hə müəllim. niyə bu qədər gedib gəlsən sən? İnternet mi yoxdur, necə? Xeyr müəllim. Evdəki səs-küydən başımı atmağa çalışıram. Tamam. Baxaq dərsən. A-nın və C-nin qiymətlərini yerinə qoyaq. 5 vurulsun, A-nın yerinə 2x qoyacaq, 2 vuraq, C-nin yerinə 2k qoyacaq. Məxəzdə 5 vurulsun, B-nin yerinə x verəcək, D-nin yerinə k verəcək. Oldu? Bərabərdir. Cəhsin sürətində neçə alınacaq? Neçə alınır? 10x plus 4k. Yəni əslində orada 2-ni vuruq kimi çıxarda bilərik istəsək. Bax görürsünüz. Yəni 2-ni yuxarıdan vuruq kimi çıxardaq. Qalsın 5x plus 2k. Məxəzdə nə var? 5x plus 2k var. Düzdür? Yenə cavab neçə qalacaq elə? 2. 2. Əgər yazmaq istəyirsinizsə. Mən əminəm ki, bunu yazan şagirdlərin çoxu burada A-nın, B-nin, C-nin və D-nin yerinə qiymətlər qoyub, eləmi? müəllim mən düstur da bilirdim, amma Bəli müəllim. Əminəm ki, məsələn üçün burada Yeni ayrılıqda 2-yə bərabərləmişəm, sonra A bərabərdir 2B eləmişəm. Müəllim. əvəz eləmə yeri. Biz birinci qrup uşaqlarıyıq. Biz yeni ədəd qoymalıyıq. Birinci qrup şagirdləri bununla işləməlidir. Baba bu qayda ilə. Onun üçüncü qrup uşaqları deyə bilər ki, həm mənə variantdan çıxım, yəni cavab tapım. Sən sabah rəis müəllim olsa nə edəyəsən? 64-cü sual demişdim. A bölünsün B, bölünsün C, 3 bölünsün 5 bölünsün 7 nisbətindədir. Yerə mütənasiblik quracaq. A-nın yerinə 3k, B-nin yerinə 3k. Deyim müəllim. 7k nisbətləri bizə verilir. Deyir ki, A bilməyən həqiqətən çox sevindirir, mənim çox gözəl haldır, amma birinizi nəzərə alar. A 3k, B 5k, Zəhra C 7k, 3, 5, 7 nisbətindədir. A kvadratı plus B kvadratı 68-dirsə, nə edək? A-nın yerinə 3k qoyacaq, B-nin yerinə 5k qoyacaq, bərabərdir 68. 9 və 25 neçədir? 34k kvadrat bərabərdir 68 deyəsən edir. K kvadrat bərabərdir 2. Deyirsə, deyir A kvadratı plus C kvadratını tap. Gəlin nə edək? A bizim üçün 3k'dır kvadratı plus C, yəni 7k'nın kvadratı. 9 və 49, 58 midir deyəsən, hə?
58 k kvadrat olar. O da 58 var Bəli, amma müəllim. k kvadrat bizim üçün 58 2-dir. ikiye vurur edir 116. 116. Olar mı? Bəli, bəli. Aha. Buyurun, sual. Mən bayaqdan burada səsini eşitməmiş şagirdlər var. Samir bir sual verib çəkildi. Nihat hələ ki doğru düzgün sual verməyib. Mecdə yerdə Müəllim. qalanlar. Buyur. Suallar səhvim yoxdur. Var Ayşə, ya irəlidə. sən dərsdəsən, sual ver Ayşə. 71. 71. Mən 68-dən başlayacağam. Düzbucaqlının oturacağını, məsələn, hasili AB Əslində idi. oturacaq yoxdur, eyni uzunluq deyilmi? Adam maybe yox. Hə, bəli mənim. Oturacağı AB idi. Bax, bu sualları bir dəqiqə Nihat işləmişsən, bilməyinəmsən, çox sağ ol, dəyişən əvəz eləmişsən, həqiqətən də əla, dahası ifadə eləmişsən. Bəzən buna şagirdlər yerinə qiymət qoyurlar. 68 tip suallara biz dayanıb baxacağıq. 68-ci sualda, baxın, düzbucaqlını verir. Düşünək ki, düzbucaqlının eni A idi, uzunluğu da B. Sahəsi nəyə bərabər idi? A vurulsun B. Yəni, eni ilə uzunluğunun hasilinə. Deyir. İndi bu düzbucaqlının götürüb enini, o da oturacaq, yəni uzunluq demək istəyir yəqin ki. Uzunluğunu 20% azaldıblar. Bax, onun uzunluğu B. B-nin 20%, yəni onda x-i gedib. Qalıb 0,8B. Enini 10% artırıblar. Eni A idi. A-nın 10%-i onda bir A eləyər də. Olub 1,1 A. Deyir, bəs sahə necə dəyişir? Yenə sahəni tapsam, eni ilə uzunluğun hasilini tapıram da, düzdür. Az tərəfdən hasili də belə deyək. Vursaq, olar 0,88 AB. Baxın, birinci sahəyə baxsaq, sahəmiz AB idi. Yəni, əmsal neçə idi orada? AB-nin əmsalı neçədir? 1. 1 bizim üçün neçə faiz deməkdir? 100%. Axı, biz bilirik ki, ədədi faiza çevirmək üçün 100-ə vurmaq lazımdır. Hə, Zəhra? 3 sayılı. Bəli, müəllim. Onda 0,88-dir ikincidə. Düzdürmü? Bu da bizim üçün 88% eləyir. Nəticədə 12% azalma var. Aydındır. Bu sualı 69-cu suala davam edirəm. Oxşar suallar. Yenə düzbucaqlını çəkirəm. Tərəfi biri A, digəri isə B-dir. Sahəsi A vurulsun B, AB olmuşdur. Yusif deyir ki, düzbucaqlının enini 30% artırsaq. Bax, kişi, en A idi. A-nı 30% artırırıq. Oldu 1,3 A. Uzunluğunu 30% azaldırıq. B idi, oldu 0,13-ün çıxırıq, qalır 0,7 B. Elə demək. İndi alınmış yeni düzbucaqlının sahəsi nədir? Yenə də eni ilə uzunluğunun hasilini artıq biz bilirik. Vursaq 0,91 AB edər, eləmi? 21, 91 AB. Aha. Birinci sahə AB idi. Yəni, əmsal neçə idi burada? 1. 100%. İkinci sahə 0,91 AB idi. Yəni, 91%. Fayda çevirsək. Nəticədə 9%. Yəni 9% azalır. Oldu? Bəli. Sual. Tahir, sən nə demişdin, Tahir? Eşitmədim, müəllim, bir də deyim. Sən hansı sual demişdin? Deyirəm, sən sual demişdin. Burada yox idin bir iki dəqiqəni. Səhvimi deyim bir dənə, 73. Sən hara getmişdin ki? Adapter götürməyə getmişdim. Hayır, yox. Hə, bu son suala baxa bilmədim. Yəni, səbrin olsun, bir dənə minusu yazaq. Zaten bəyəxanda. Yəni, xəbəriniz olsun. Bir neçə dəfələrə sonra qurban çıxaracaq.
Yəni müraciət üçün mən kameranı açdırmaq istəmirəm, onda daha çox yüklənmə olur. Daha çox donur. O baxımdan dedim kamera açmıram. Müraciət edəndə xahiş edirəm yerimiz dolaq. İndi olur bəzən insan mən də bir iş olub gedirəm. Amma imkan daxil yerimiz dolaq. Yaxşı Tahir. Bundan əvvəl olan iki dənə sualı biləm ki, sən mərifətli olansan. 2 dənə sualın inşallah mütləq baxarsan. Yaxşı. Sən sual demişdin. Sən demişdin 70 demişdin deyəsən. 73. 73 demişdin. Hə. 73-dən əvvələ sual varmı? Gəl 72-yə baxaq. Güya bunu Cahangir işləyib 72-ni. 72-ci sualda. Eşitmirəm. 72-ci sualda müəllim, ədədin deyir ki, mən Cəmi toplayır. Ədədin nə olduğunu bilirsən, qardaş? X-i müəllim. X-dir, bilmir. Yəni deyir ki, bu ədədin 30% ilə 50%-in cəmi 640-dır. X-in 30% 0,3x eləyir. Plus. Bu da 0,5. 50% 0,5x eləyir. Və cəmi 640-a bərabərdir. 0,8x. Kimdirsə mikrofon bağlasın imkanlarında. Samir deyəsən. X də bərabərdir 640-ı böləcək 0,8-ə, x bərabərdir 800. Elə midir? 800. Demək ədəd neçə imiş? 800 imiş ki, bunun 30%, 50% cəmi 640 olub. Duyuşum, bunun da 800. Müəllim, mən eləmədim ya. Nə etsin, de görək, biz də bilək. 640-ı vurdum 100-ə, sonra da böldüm 80-ə. Alınmır elə də. Heç anladın. Bilsən nə etmirsən sən? Dolayısıyla belə gedə bilərsən. Bir şeyin 30%-dən 50%-in cəmi onun neçə faiz edir? Deyir ki, burada cəmini toplayır, 30 ilə 50-nin cəmi 600. Sən mənə eşitmədin. Deyirəm ki, ədədin 30%-dən 50%-in cəmi onun neçə faiz edir? Mənim x faizini bilmiyorum. Zəhra, 30% ilə 50%-in cəmi onun neçə faiz edir? Bölüşmədim ya mən. Çatmadı. 80%. 80%. Bax, bir ədədin... Ay, mənim indi çatdı. Bir ədədin 30% ilə 50% cəmi edir 80%. Sən elə bir düşünmədən tənasüblə getmirsən. 30%-dən 50%-in cəmi edir 80%. Və onun 80%-i 640. Bəs özü 100% nə qədərdir? X-dir elə. İndi tapsan, baxarsan, görərsən mi? 640-ı vuracaq 100-ə böləcək 80-ə. Sən gəlib bura çıxmısan, düşünmədən. Aydın oldu? Bəli, aydın oldu. Aha. Sənə ki, mən bir şagirdim vardı. Əslində, riyazi təfəkkür çox yaxşıydı. Onlar suala yanaşan metodları fərqli olur da. Maşallah olsun, bu il bitirdim üniversiteti, sabah qruplarında bitirdi. Yəni, biləm, sabah qrupu haqqında anlayışınız var mı, yoxsa yox? Sabah qrupuna ölkədə sayılı uşaqlar daxil edirlər və riyaziyyat müəllimliyin ingilis dilində bitirdi, tədris ingilis dilində. Yəni, çox qabiliyyətli uşaqdır. Hal-hazırda bu illərin magistrdə yaxşı nəsə toplayıbdır, magistr oxuyacaq həm də. Riyaziyyat tədris üzrə. Yəni, əminəm ki, ölkənin yaxşı riyaziyyatlarından biri olacaq inşallah. O da eyni sənin kimi düşünürdü, fərqli düşüncə tərzi vardı. 75 daxil sualımız var. Eyni sual, 71 eyni sualdır. Sualımız var mı? Məndə yoxdur. Yox, bir dəqiqə. Biz Tahirin sualına baxmadıq ki, hələ. Tahir, sən 70-də demişdi, Tahir? Mənim. Neçə demişdin sən? 73. Əslində eyni suallar, Tahir. İndi bax, deyir, bir ədədin 20% ilə 12%-nin fərqi. Ədəd x-dir sənin üçün. Bunun 20%-i 0,2x. 2x. 12%-i elir 0,12x. Bərabərdir 4. 0,12-dən bax, 0,12-dən çıxanda qalır 0,8. 0,8x əgər 4-ə bərabərdirsə, Samir, sualın yoxdursa.
0-dan 100. Əgər sualın var Samir, varsa buyur sualını ver. Yoxdursa ədəd edər neçə? 200 nə idi? Belə. Onlar neçə ədəd? 5, 50. 50 mi edir? 50 edir deyəsən. Ədəd oldu bizim üçün 50. İndi deyək ki, bu ədədin 21%-ni tap. 50 vuracaq, 21 vuracaq 100-ə. Eləyər 10,5. Suala da yerə yanaşa bilərdin. Ədədin 20% ilə 12%-nin fərqi. Bir ədədin 20% ilə, bax bu birinci hal, ikinci hal. Bir ədədin 20% ilə 12%-nin fərqi elə onun neçə faizini verir? 8%. Bu ədədin 8%-i 4-dürsə, onda bəs 21% nə qədərdir? X. Bunu tapa bilərdin. Oldu mu? Ya belə gedərsən, tənlik qurarsan və ya belə gedərsən. Buyur. Sualımız bitdi bizim. Bəli, növbəti. Maşallah. Yox, bir dəqiqə. Yox, müəllim, bu tərəf var, çarıqdım. Deyəsən, dərsi bitirməyə çox tələsirsən. Yox, aynen, çarıqdım. Tamam, sən eləməsən o şeyi. 80-ə qədər sual. 80 müəllim. 80-nin özü. Bəli. Məndən də 80 mən. Əla. Deməli, A ədədinin 4də 3 hissəsi B-nin 50%-nə bərabərdir. A ədədinin 4də 3 hissəsi 4də 3A B-nin 50%-nə. B-nin 50% neçədir bana? 2də 1. 2də 1. İndi ifadəni sadələşdirmək üçün gəlin hər tərəfini 4-ə vuraq. Bu kəsdən canımız tutmasın da. Bu 4 ilə 4 ixtisa qədər neçə qalar? 3A. 4 ilə 2 qədər qalar neçə? 2B. 3A 2B-yə bərabərdir. Nə vaxt? A 2K-dır. Onda B neçədir? 3K. Əgər A bölünsün B deyibsə, A-nın yerinə 2K verilir, B-nin yerinə 3K verilir. Cavab olacaq 3-də 2. Aydın olmadı? Oldu müəllim, sağ ol. Sən də sağ ol. Buyurun, sual. 82. 82 məndə də səhv çıxıbdır. 81 eləmi? Müəllim deyim, ürəyimdə qalmaz. Demə, bu dəfə demə. Şagird verilən testlərin əvvəlcə 60%-ni, sonra qalan testlərin 25%-ni həll etdi. Bax, testin, bunu dəyişən ifadə eləmək istəyirsiniz. 100% tapşırığın bu adam 60%-i yazır. Qalıb 40%. Sonra yerdə qalan tapşırığın, yəni 40%-in 25%-ni işləyir. Bəs yaxşı, 40-ın 25%-ni Səday qardaş. Oynanmırmı? Eləcək 40 çıxılsın 10, olacaq neçə? 30. 30%. 82-yə baxarsınız. 30. Deməli, 30%-i işlənməmiş qalar. 82 müəllim. Əlbəttə baxar. 82-ci sual. X plus Y bölünsün Y, A plus 2B bölünsün B bərabərdir 3-ə. Olarsa, AX bölünsün B-i təyin edin. Nə edək burada? Bu X plus Y bölünsün Y var. Ayrı-ayrı kəsrə parçalayaq. Y-də X plus Y-də Y bərabərdir. B-də A plus B-də 2B bu qiymətə 3-ə bərabərdir. Sadələşsə, olar X bölünsün Y, bu Y bölünsün Y sənə 1 verər. Bərabərdir. A bölünsün B, B bölünsün B qədər neçə qalar? 2 qalar. Bərabər neçəyə? 3-ə. Elə deyil. Deməli, A bölək B bizə 1-i? Yox, 2. 1. Yox. Bax, indi olacaq, ayar yazsaq, X bölünsün Y plus 1-də 3-ə bərabərdir. Onda X bölünsün Y neçə verir? 2.
Eyni zamanda A bölünsün B plus 2 də 3'ə bərabərdir. Onda A bölünsün B neçə verəcək? 1. Düzdür? İndi çarpaz olsaq, nəyə soruşaq bizdən? Deyir ki, AX bölünsün BY tapın. Nə edəcək Onsuz burada? A-nı B-yə böləndə 1 eləyirdi. 1 almış. Yox. Neçə almışdıq? 1 almışdıq, bəli. 1 vura 2'de cevap da 2'ye beraber değil. Bax, belə bir şey edə bilər də. Bunların qarşı-qarşı hasillərini tapsaq, Müəllim A vur X 2 bölünsün Y bölünsün A vurulsun A bölünsün B. Eləmi? Olur mu? Bəli, bəli. AX bölünsün BY. Olacaq 2 vurulsun, bir cavab olacaq 2. Oldu? Sual. 83. 3. 83. Nihat, Bəli, mən. sən işdə bilirik, xəbərin olsun. Bağışlayayım, Allah yazmaz. 83. A sıfırdan böyükdür, B də sıfırdan böyükdür. A bölünsün 4, bərabərdir B bölünsün 3 olarsa, o zaman A bizim üçün 4K'dır, B bizim üçün 3K'dır. A kvadratı plus B kvadratı 100'dür. 3'ün kvadratı olacaq 16K kvadratı plus 9K kvadratı bərabərdir 100. 25K kvadratı bərabərdir 100. K kvadratı bərabərdir 4. K bərabərdir plus minus 2. Biz götürəcək K'nın müsbət qiyməti 2. Çünki AB sıfırdan böyük axı. Sən A'ya 4K demişdin, yəni 8 axı. K 2'dir. B'yə 3K demişdin, 6'dır. Nə istəyir bizdən? A minus B 8 minus 6. Cavab olacaq 2. Oldu? 84'e baxaraq. Əlbəttə baxaq. A bölünsün 3, B bölünsün 4. Bax, yenə bu mütənasiblikdən əl çəkməyin. A'ya 3K deyəcəm, B'yə 4K deyəcəm. Nisbətlər bərabərdirsə. Deyir, kök altında 3A plus kök altında B'ni sadələşdir. 3 vurulsun, A'nın yerinə qoyarsan 3K plus B'nin yerinə qoyarsan 4K bərabərdir 9K plus 4K. Birincidən çıxar 3 kök altında K, bu birisindən çıxar deməli 2 kök altında K. O da bərabər olacaq 5 kök altında K'ya. Cevap Nəyə bərabər? 4K-dan görmək. Gördünüz? Əgər bu 4K-nı verməsək, cavabını çalacaq biz. 5 kökdə K. Problem var? Bilməm. Gəl sonra bir də belə baxaq. A bölünsün 3 bərabərdir B bölünsün 4. A 4K'ya bərabər imişsə, onda A'ya 12K deyəsən, B'yə 16K. 12K bölək 3 sənə 4K verməlidir, 16K bölək 4 sənə 4K verməlidir. Bildin nə etdik? İndi olacaq kök altında 3A, yəni 12K plus kök altında B, yəni 16K. O da bərabər 36 kökdən çıxar. 6 kök altında K qalar, 4 kök altında K. Olacaq 10 kök altında K. Bu da sənin belə cavab. Olsun eyvən. Bəli. Aydın olmadı. Oldu mənim. Uğur olsun hər birinizə. Ümid edirəm ki, faizə aid nəzəri hissələri evdə oxuyursunuz, qaydalara baxırsınız. Üzərinizdə çalışın, bu yayı boşa verməyək. İndi mən sizə maraqlı bir dənə quiz göndərəcəm. İnşallah ondan sonra biz keçir növbəti dəfə yenə dərsə. Yaxşı? Sağ olun. Sağ olun.